Hal-hazırki mövzumuz 5-ci sinif texnologiya dərsliyindən oduncağın əl alətləri ilə vurğulanması 12-ci mövzudur. Oduncağın əl alətləri ilə vurğulanması. Gəlin görək, əl alətləri nədən istifadə edəcəyik ki, oduncağı vurğulayacağıq. Nədir vurğulama? Vurğulama, vurğu vasitəsilə bütöv materialda, baxın, bu gördüyümüz bütöv materialda silindrik deşiyin açılmasıdır. Baxın, burada da A şəklində də deşik açılıbdır, B şəklində də. Deməli, vurğu vasitəsilə bu deşik açılıb bütöv materialda. Bu zaman vurğu yuxarıdan aşağıya, bəli, yuxarıdan aşağıya doğru hərəkət edir, fırlanan yonqarı çıxarır. Deməli, vurğu hərəkət etdikcə fırlanan yonqarı neyinir? Çölə çıxarır və burada boşluq, deşik açılır. Deşiklər iki və bir tərəfə açıq olur. Bəli, iki tərəfə açıq deşiklər A şəklindədir, B şəklində isə bir tərəfə açıq deşikdir. İki tərəfə açıq deşiklər, baxın, bu bizim detalımızdır. Detal boyu, yəni buradan baxanda digər tərəfdən görünmüş olur. Amma bir tərəfə açıq deşiklər isə, müəyyən dərinlikdə açılır. Baxın, dərinliyi bu qədərdir. İki tərəfə açıq deşiklər isə tamamilə detal boyu açılır və bu tərəfdən baxdıqda digər tərəfdən boşluq görünə bilir. Adətən ən kəsikdəki deşiklər dairəvi olur. Bəli, adətən necə olur? Dairəvi olur. Amma ən kəsikdə istənilən formalı deşik açmaq olar. Adətən dedik ki, dairəvi olur, amma müxtəlif formalı deşiklər aça bilirik. Hansılardır? Dairəvi, oval, kvadrat. Düz bucaqlı, altı bucaqlı və s. deşik aça bilərik. Deməli, dedik ki, adətən dairəvi olur, amma ən kəsikdə istənilən formalı deşik aça bilərik. Bunlar hansılar oldu? Dairəvi, oval, kvadrat, düz bucaqlı, altı bucaqlı və s. Nə oldu vurğulama müəllimlər? Vurğulama bütöv materialda silindrik deşiyin açılması idi. Bəs bu zaman vurğu necə hərəkət eləyir? Bu zaman vurğu yuxarıdan aşağıya doğru hərəkət eləyir. Vurğu yuxarıdan aşağıya doğru hərəkət etdikdə deşik açılır da, hansı ki, bütöv materialda olan yonqarlar neyinir? Vurğu fırlanaraq yonqarları çıxarır, kənara çıxarır. Deşiklər dediyi iki cür olur. Bir tərəfə açıq deşiklər, bax bu şəkildəki, bir də iki tərəfə açıq deşiklər, yəni detal boyu. Detal boyu deşik açılır, iki tərəfə açıq deşikdir. Daha sonra dedik ki, adətən dairəvi olur, amma istənilən formalı deşiklər açmaq olur. Dairəvi, oval, kvadrat, düz bucaqlı, altı bucaqlı. Növbəti slayda keçid edək. Vurğu ilə dairəvi deşikləri asan və olduqca dəqiq vurğulayırlar. Bəli. Vurğu ilə həm asan olur, həm də dəqiq olur. Bəs bu vurğunun ən geniş yayılmış növü hansıdır? Ən geniş yayılmış növü spiral şəkilli vurğudur. Spiral şəkilli vurğu. Gəlin görək hansı şəkildədir spiral şəkilli vurğu. Spiralvari, spiral şəkilli A şəklində. Bəli, A şəklində spiralvari vurğu verilmişdir. Və ən geniş yayılan qarşısında yaza bilərik. Ən geniş yayılan vurğudur, spiral şəkilli vurğu. Onlardan müxtəlif materialların üzərində deşik açmaq üçün istifadə edirlər. Deşiyin vurğulanması üçün həmçinin kəsicisi, baxın, kəsicisi olan mərkəzi, şnekvari, qaşıqvari və s. vurğulardan da istifadə olunur. Deməli, biz neçə növünü öyrəndik? 4 növünü öyrəndik vurğunun. Spiralvari,
mərkəz vari, şnek vari, bir də qaşıq vari. Bir də onu qeyd edeyim ki, burğunun diametri bəs harda qeyd olunur? Onun milində. Bəli, baxın, milində neçə millimetr olduğu qeyd olunur. A şəklində dedik, spiral varidir. Spiral vari. Spiral. Spiral vari. B şəklində mərkəz vari. Mərkəz vari. C şəklində şnek vari. Şnek. Ət çəkən maşında rast gəlmişik. Bax, şnek vari. Yəni şnek oxşuyur. Şnek vari. Aha, şnek vari. Və bir də C şəklində qaşıq vari. Qaşıq vari. Bunları yazıram. Göz yaddaşı. Bəlkə daha yaxşı yadda qalır. Dedik ki, spiral vari, mərkəz vari, şnek vari, bir də qaşıq vari. Bəs bunların elementləri hansılardır? Elementləri əsas kəsəntil, təpə, bax təpələri, bir də spiral vari kəsəntil, bax spiral vari kəsəntil. Hansı hissələrdən ibarət oldu? Elementləri. Dedik ki, əsas kəsəntil. Bax, burada da var. Bir, burada, 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 burada. Burada da hansı ki, bax, burada əsas kəsəntil. 2, təpə. Təpə. Bax, bu hissəsi. 2, təpə. 3 də dedik ki, spiral vari kəsəntil. Bax, hansı ki, bu kənar hissələri spiral vari kəsəntil. Bura, bura. Burğunun işlək hissəsində 2 əsas kəsən və 2 spiral vari kəsəntil olur. Deməli, işlək hissəsində 2 əsas kəsən, 2 spiral vari kəsən. Bəli, 2 əsas kəsən olur, 2 dənə də spiral vari kəsəntil olur. 1, 2, 2 dənə də hansı ki, əsas kəsən 1, 2. 2 əsas kəsən, 2 spiral vari kəsəntil olur. Kəsəntillərlə burğulama zamanı oduncağın lifləri kəsilir və onun yonqarı vint vari qanovlarla, baxın, vint vari qanovlarla dedik ki, vint vari qanovlarla xaricə çıxır. Burğunun quyruq hissəsi. Burğunun quyruq hissəsi onun əl drelinin və yaxud mexaniki əl drelinin patronuna bərkidilməsi üçündür. Burğunun quyruq hissəsi. Əl drelinin və yaxud da ki, mexaniki əl drelinin, bax, bu şəkildə gördüyümüz əl drelidir. Bu şəkildə də gördüyümüz mexaniki əl drelidir. Dedik ki, quyruq hissəsi nəyə? Patrona bərkidilməsi üçündür. Quyruq hissəni mən necə göstərim sizə? Bax, burğudan patronu çıxartdıqdan sonra, bax, burada elə bil ki, patrona qeydirilən hissə ki var, orada quyruq hissə. Burğunun quyruq hissəsi əl drelinin patronuna bərkidilməsi üçün, bax, bu patrona bərkidilir quyruq. Mexaniki dreldə fırlanmanı dəstəkdən patrona ötürən, patronda burada patrona ötürən, burada da patron budur. Fırlanmanı dəstəkdən patrona ötürən nə var? Mexanizm, dişli mexanizm. Baxın, burada görünür, dişli mexanizm var. Deməli, fırlanmanı necə ötürdük? Dəstəkdən patrona dişli mexanizm vasitəsilə ötürürük. Gəlin indi drelləri fərqləndirək. Əl dreli ilə mexaniki əl drelinin fərqi nədir?
mexaniki əldrelində dişli mexanizm var, amma əldrelində belə bir mexanizm yoxdur. Əldrelində nə var? Dayaq var. Dayaq. Bax, bu gördüyümüz dayaqdır. Fırlatma dəstəyi var. Fırlatma dəstəyi var. Burğu var. Və bir də patron var. Patron. Deməli, bir də sadalayaq. Dayaq, fırlatma dəstəyi, burğu və bir də patron. Mexaniki əldrelinə fikir versək, baxın, burada dedik ki, fırlanma necə alınır? Dəstəkdən patrona, hansı ki, dişli mexanizm vasitəsilə ötürülür. Gəlin, baxaq, burada nə var ki, əldrelində yoxdur? Mexaniki əldrelində var, amma əldrelində yoxdur. Dayaq var idi mi? Bəli, burada da var idi. Mexaniki əldrelində də dayaq var. Fırlatma dəstəyi. Fırlatma dəstəyi, bəli, burada da 2-də qeyd olunub. Burada da fırlatma dəstəyi var. Tutma dəstəyi. Baxın, söhbət bundan gedir. Tutma dəstəyi. Mexaniki əldrelində var, amma əldrelində yoxdur tutma dəstəyi. Bax, bircə fərqi odur, bir də dişli mexanizmin olması. Patron, bax, bu şəkil 4-də verilən patrondur, 5-dəki burğudur. Bəli, şəkilləri də bir-birindən fərqləndirdik. B şəklində, yəni mexaniki əldrelində artıq olan nə oldu? Tutma dəstəyi. Bəli, bu da şəkil 3-də verilib. Tutma dəstəyi. Burğulamadan əvvəl nə iş görürük? Burğulamadan əvvəl pəstahın səthində açılacaq deşiyin mərkəzini karandaş və ya biz ilə nişanlayırıq. Məsələn, mən buranı burğu vasitəsilə deşmək istəyirəm. Bax, bunun mərkəzini karandaş və yaxud da bizlə nişanlayıram. Sonra drelin burğusunu pəstahın səthindəki qeyd olunmuş nöqtəyə, hanı nöqtə? Bax, buradadır. Bu nöqtəyə düz bucaq altında, bax, belə bunu çəksək, təsəvvür edin, buradadır. Düz bucaq altında drelin burğusunu qoyuruq. Düz bucaq altında. Sol əlin ovucu ilə drelin dayağını sıxırıq. Dayaq hanı? Bax, dayaq buradadır. Bax, buradadır. Bəli, sol əlin ovucu ilə. Bax, sol əl yox, sol əlin ovucu ilə dayağı sıxırıq. Sağ əl ilə isə, baxın, sağ əldə budur. Sağ əllə də nə edirik? Dəstəyi saat əqrəbi istiqamətində fırladırıq. Hansı istiqamətdə? Saat əqrəbi istiqamətində. Deməli, burğulama üsulları şəkildə verilib. A şəklində verstakın sıxıcısında, B-də isə dayaq üzərində. Bax, bu şəkildə dayaq üzərində drel işi aparır, burğulama işi aparır. Amma A şəklində isə verstakın sıxıcısında. Yaxşı, gəlin baxaq. Bir də baxaq bura. Dedik ki, sol əlin ovucu ilə dayağı sıxdıq. Bax, burada sol qeyd eləyirəm. Sol əlin ovucu ilə dayağı sıxdıq. Sağ əl ilə isə neynədik? Dəstəyi fırlatdıq. Sağ əllə də dəstəyi fırlatdıq. Əgər deşik əldreli və ya mexaniki əldreliyə açılırsa. Bax, bu mexaniki əldrelindən istifadə edirsiniz və yaxud da əldrelindən istifadə ediriksə. Sağ əli hansı istiqamətdə fırladırıq? Saat əqrəbi istiqamətində. Bəli, burada şəkildə verilir. Saat əqrəbi istiqamətində fırladırlar. İki tərəfi açıq deşiklərin burğulanması zamanı. Təsəvvür eləyin ki, biz detal boyu, belə deyək, iki tərəfi açıq deşiklər açmaq istəyiriksə, burğulamanın sonunda, bax, hansı ki, gəlib burğu bu hissəyə çatanda, burğunu deşikdən çıxardanda oduncağın sınıb qopmaması üçün dayağa təzyiqi azaldırıq. Hansı ki,
Sol əllə biz dayağı sıxırdıq axı. Neyinirik? Dayağa təzyiqi azaldırıq. Bax, təzyiqi bura azaldırıq. Dayaq budur. Sol əlin ovucu ilə dayağı sıxırdıq və artıq sıxmırıq. Təzyiqi azaldırıq. Pəstahın altına adətən taxta qoyulur və vintli sıxac ilə o verstaka bərkidilir. Deməli, pəstahın altına nə qoyuruq? Taxta qoyuruq. Vintli sıxac ilə verstaka bərkidirik. Taxta qarışıq verstaka sıxac vasitəsilə bərkidirik. Belə olduqda deşiklər hamar alınır, verstakın qapağı zədələnmir. Deməli, sıxac nə işə yarayır? Deşiklərin hamar alınması üçün, verstakın qapağının zədələnməməsi üçün bu taxtadan istifadə edirik. Daha doğrusu taxtanın qoyulması, üzr istəyirəm, taxtanın qoyulması, biz onu sıxac vasitəsilə verstaka bərkidirik və bu zaman deşiklər hamar alınır və verstakın qapağı zədələnmir. Gəlin təhlükəsiz iş qaydalarına baxaq. Pəstahı və taxta altlığı verstakda etibarlı bərkitməliyik. Bəli, pəstah və taxta altlığı. Burğunun patronda etibarlı bərkidildiyinə əmin olmalıyıq. Bəli, əgər burğu patronda yaxşı bərkidilməzsə, burğu sına bilər. Bizim hər hansı pəstahda iş aparırıqsa, pəstahı korlaya bilər, detalı korlaya bilər. Əl və ya mexaniki əl drellərini möhkəm və düz tutmalıyıq. Təsəvvür edin, 90 dərəcə bucaq altında qoymalıyıq da, düzdür. Biz bunu əyri qoysaq, 90 dərəcə, bilmirəm, çəkə biləcəm. Bax, 90 dərəcə bucaq altında qoyuruq. Əyri qoysaq, əyri deşik açılacaq. Möhkəm tuturuq və düz tuturuq. Dəstəyi isə sərbəst fırladırıq. Saat əqrəbi istiqamətində. Əl və ya mexaniki əl drellərinin burğusunu verstakın üzərinə özünüzdən qabağa yönəltməklə qoyun. Burğunu necə qoyuruq? Verstakın üzərinə özümüzdən qabağa yönəltməklə. Təhlükəsiz iş qaydaları demək olar ki, etibarlı bərkitməni istədi bizdən. Etibarlı bərkitmə dedi. Daha sonra burğunu da patrona etibarlı bərkidirik. Möhkəm düz tuturuq dreli və dəstəyi sərbəst itələməliyik. Bir də ki, özümüzdən qabağa, hansı ki, əl və ya mexaniki əl drellərin burğunu verstakın üzərinə özümüzdən qabağa yönəltməklə qoymalıyıq. Bu da bizim növbəti dərsimiz. Oduncağın əl alətləri ilə burğulanması mövzusu.